ən kasıb məcburi köçkünün 2-3 yerdə evi var deyən varlığa, onun nəslindəki barmağını qatdalayaraq sadaladığı bütün kişilərə səslənirəm. O qadın dediyini sübut etməsə, sizin hər biriniz boynu yoğun olacaqsınız. O cümlədə bəzi məcburi köçkünlərin 2-3 evi var deyilməmişdi. Ümumi danışılıb və ən kasıb məcburi köçkün sözü deyilmişdi. İnsan gərək ağzından çıxan sözə diqqət etsin. Necə ki, mən indi deyib və arxasında dayanacağım. Əgər sizin dediyiniz o fakt sübuta yetirilməsə, o zaman sizin hər birinizin o fikirdə olan ümumiyyətlə rəy yazanlara belə deyirəm bu sözümü. Sizin hər birinizin qanınızda erməni qanı axır. Siz milləti ikiyə bölüb aramızda düşmənçilik yaradan təxribatçılarsınız. Başqasının həyatına hörmət etməyən, başqasının geyimindən tutmuş şəxsi həyatına qədər müzakirə edən jurnalistə demək istəyirəm ki, götür zurnavı da çalmağında ol və öz beyinsiz kütləvə mənəm deyib sinəvə döyərək paylaşdığın videolarla səslənməyində ol. Sənə inananlar onsuz da sənin tayındır. Bu qədər də böyük danışıram çünki məcburi köçkünlərin günahını alan, məcburi köçkünlərə yuxarıdan aşağı baxan, məcburi köçkünləri aşağılayan hər kəs mənim üçün qanı xarab, qanında erməni qanı olan varlıqlardır. Bütün sözlərimin də arxasında dayanıram. Necə ki, siz demişdiniz ki, gedib şikayət etməsəniz kişi deyilsiniz, mən də eləcə deyirəm. Gedib şikayət etməsəniz məni və dediyi faktları sübutlarla ortaya qoymasanız, sizin nəslinizdəki heç kim kişi deyil. Mən millətin gözünün önündə bu kimi məsələlərlə gündəmə gəlmək istəyən insan deyiləm. İllərdir artıq başımı aşağı salıb övladımı böyütməklə məşğulam. Amma mənim şəxsiyyətimə toxunan, mənim məcburi köçkünün statusuma toxunub mənə şər böhtan yaxan və yaxud mənim kimlərinə şər böhtan yaxan hər kəsi qarşıma alıb, gərəkdiyi zaman ağzının payını verəcək qədər cəsarətli və ürəkli qızam. Sənin barmağını qatdalayaraq sadaladığın kişilərdən bizim nəsildə də var. Sadəcə biz heç vaxt onunla lovğalanmırıq. Heç kimə güvənmirik. Lazım gəlsə bizim nəslimizdəki kişilər sənin nəslinin içindəki boynu yoğunların, bəli boynu yoğunların deyirəm və bunun da arxasındayam. Qarşısına çıxıb kişiliklərini də sübut edə bilərlər. Və sənin bugünlərim şər böhtan yaxdığını belə sübut edib, sənin kişilərin hər birinin dilini qarnına soxmağa qadir olduğunu göstərə bilərlər. Sən şəhid analarının ağzını əyərək, sən ağsaqqal kişilərin ağzını əyərək, onların şəxsiyyətinə toxunduğun üçün bugün mən çıxıb sənə bu sözləri deyirəm. Deyir sənə ki, əlimdə şəkillər və videolar var. O şəkilləri və videoları yüklüyüb mənim əxlaqsız olduğumu millətə sübut etməyənin də nəslindəki ölüsündən tutmuş bugünkü günə qədər var olan yaşayan bütün kişilər boynu yoğundur. Bəxt üzüyü fraqmenti ilə məni vurursan, o bəxt üzüyü fraqment heç bir sosial şəbəkədə mən tərəfindən yayılmamış bir videodur. Ay, Azərbaycan xalqı. Bəli, bugün bu emosiya ilə, bu agresiya ilə danışmağımın səbəb fahişə ruhlu, hətta fahişə əqidəli olan insanları bu kimi video ilə məni vurmağa çalışmasıdır. Zamanında mənim də sizin kimi güvəndiyim dostlarım, rəfiqələrim, doğmalarım olub. Hansıları ki, bugün artıq güvənmirəm. Və onlar sayəsində də bugün mən bax bu, bəlkə də hesabatı siz millətimə vermək məcburiyyətində qalıram ki, bundan da utanmıram. Heç birimiz anamızın qarnından çıxan kimi həyat təcrübəsinə sahib olmamışıq. Bəli, mən də zamanında güvənib, bəxt üzlüyü fraqmentini çəkib, TikTok platformasında olan bir səsi dublaj edib, yumor naminə öz bacı dediyim rəfiqəmə atmışam. Və bizim onunla aramız dəydikdən sonra həmin qız o videonu sosial platformada yayıb mənim adıma xələl gətirməyə çalışmışdır. Amma mən buradan qeyd edirəm ki, heç bir zaman o kimi videolarla gündəmə gələn bir şəxsiyyət olmamışam. Və məni o kimi videoyla şantaj edən, o kimi videoyla hədəliyən, bugün mənim ana statusuma, mənim qadınlığıma
ləkə gətirməyə çalışan hər kəslə sonuna qədər mübarizə aparıb ağzının payını verməyə hazıram. Vay o gündən ki, o videodan savayı əlinizdə başqa bir videolar olmasın. Porno ulduzu deyiləm, əxlaqsız başqa mənim heç bir əlinizdə fakt olaraq tuta biləcəyiniz görüntülərim yoxdur. Hansısa bir kişi ilə görüntülərim yoxdur. Və qeyd edir şəxsiyyətsiz varlıq ki, mənim getdiyim məkanlara güyamış o getmir. Hansı məkanlara gedirəm? Görəsən, sübut et. Bunların hər birini sübut et. Mənim əxlaqsız olduğumu sübut et. Şəxsiyyətimə, mənliyimə and olsun ki, evimi də sənə bağışlayacağam. Maşınımı da sənə bağışlayacağam. Ya da istəmirsənsə, heç bir problem yoxdur. Satıb, savıb, yetim yesirə, kasıblara paylayıb, bu ölkəni tərk edib, it kimi uluyub, çıxıb gedəcəm bu ölkədən. Sübut et. Sübut et ki, mən əxlaqsız bir insanam. Mənim əxlaqıma dil uzadanın, nəslindəki bütün boynu yoğun kişiləri stroya düzərəm, sıraya düzərəm, hər birini diz çöktürərəm qarşımda. Mən o kimi şeyləri bu ölkədə sübut etməyi bacaran bir qızam. Hansısa bir məmura da güvənmirəm, hansısa da bir daydaya güvənmirəm. Bəli, mənim nəslimdə qeyrətli əmilərim də var, dayılarım da var. Dayı dedikdə ananın qardaşını nəzərdə tutmuram. Nəsildəki kişilərdən danışırım. Əmi deyə, dayı deyə müraciət etdiklərim var. Amma heç birinə arxalanmıram mən. Mən özümə güvənirəm. Çünki heç kimin ailəsinə durduq yerə dil uzatmamışam. Heç kimin ayağının altını qazmamışam. Heç kimin çörəyinə bais çıxmamışam. Bəli, sən Ata Abdullayev deyilsən. Bəli, Ata Abdullayev belə səndən daha qeyrətlidir. Başa düşdün? Ona görə də faktları qoy ortaya və mən dediyim sözlərin arxasında dayanmasam, mən kişi qızı deyiləm. Çıxıb bütün Azərbaycan ölkəsində, bütün Azərbaycan vətəndaşlarının qarşısında səndən üzr istəyib, dediyim kimi ölkəni tərk edib uluyaraq çıxıb gedəcəm. Dediklərini sübut etməsən bu bir və ikincisi də ki, məcburi köçkünlərin, ən kasıb məcburi köçkünlərin 2-3 yerdə evi olduğunu sübut etməsən, dediklərimi etməsəm, mən sənin kimi ən alçaq adam olaram.